Bir güzgü sifariş verdim. Monitor güzgüdür. Sincet şirkətinin H10 Pro. Deməli bu standart güzgünün əvəzinə ki o arxanı görmək üçün arxaya da kamera quraşdırılacaq. Kamerada komplektdədir. İndi göstərim. Növbəti videoda tam quraşdırma ilə videonu çəkəcəm. Bax, belə bir güzgüdür. Bu kabeli çıxardım. Bu kabel arxaya çəkmək üçündür. Bu dipol üçün perihodnikdir. Bu burada arxada qoşmaq üçün qida verəcək bu kabel. Bu kameradır. Demək kamera Sony chipsetləndir. Bu da güzgünün özüdür. Qeyd edim ki, kameradan güzgüyə siqnal koaksial kabellə gəlir. Rəqəmsal siqnaldır. Yəni ki, tam keyfiyyətli görünüşlə. Sonra indi arxaya keçim, göstərim kamera harada olacaq. Dostlar, kamera bura quraşdırılacaq. Bu tərəfə bir yerə. Bu burada olacaq. Avtomobilin öz zavodskoy kamerası, 360 kamerası buradadır. O heç o öz yerində. Amma sırf güzgünün işləməsi üçün bura yapışdırılacaq kamera. Orada içəri ilə kabeli ötürəcəm mən güzgüyə kimi.